sahil metrosunun karşısında bir neçə avtobusun qabağını kəsiblər. Ama bizim orada mert, cesur kadınlarımız ve kişilerimiz o avtobusu bura gelmeye sevk eləyirlər. Ne zaman seçki mitingine gelerik, kimi hakimiyete getirmek istersiniz, onun şəhərinə təriflər, şuarlar söylersiniz. Biz bura azadlıq uğrunda mübarizəyə gəlmişik. Aprel mitingində mən dedim ki, ölkəmizdə xeyirlə şər arasında mübarizə gedir. Əslində bu daimi bir mübarizədir. Biz bu mübarizənin indiki mərhələsini yaşadırıq, yaradırıq. Və sonraki günlərdə doğrudan da təsdiq olundu ki, sizlərin, xeyirli qüvvələrin, işıqlı qüvvələrin təmsilçiləri ilə bu hakimiyyətin, qaranlıq qüvvələrin, şər qüvvələrin arasında mübarizə gedir. Bizim yolumuz fərqlidir. Biz bura işıq gətiririk, özümüzdən generator gətiririk. Bu hakimiyyət buranın işığını kəsmək istəyir. Necə ki, bütün Azərbaycanın, bütün həyatın işığını kəsmək istəyir. Haqq, ədalət yolu gedirik, azadlıq yolu gedirik. Rəsulzadə Elçibəy yolu gedirik. Bunlar isə əslinə qalsa Leninin, Stalinin yolun gedirlər. Və təsadüfi deyirlər ki, bizim bugünkü mitingimizlə bağlı, 22 aprel mitingi ilə bağlı bunların nümayəndələrindən biri deyir ki, Leninin ad günündə İctimai Palata miting eləyir. Ax, sənin niyə fikrin, zikrin Leninin yanındadır, Stalinin yanındadır? Axı 22 aprel həm də Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. Allahverdi kimi yüzlərlə, minlərlə bizim xalqımızın dəyərli övladlarını bu vətən uğrunda, bu vətənin azadlığı uğrunda, vətənin torpağı uğrunda həlak olublar, həyatlarını qurban veriblər. Allah bütün şəhidlərin ruhunu şad eləsin. Şəhidlər ölməz, vətən bölünməz. 22 aprel Leninin doğum günüdür. Mən deyirəm ki, 22 aprel Seymur Baycanın doğum günüdür. Azad düşünməyi bacaran, cəsarəti olan, istedadı olan yeni gençliyin doğum günüdür. O insanların, o gençliyin, o yaradıcı insanların ki, hakimiyyətə qarşı da qətiyyətlə, cəsarətlə sözlərini deyirlər. Biz müxalifəti də keyflər istəyəndə tənqid edirlər. Cəmiyyətin nöqsanlarını da deyə bilirlər. Biz bu cür işıqlı adamların doğum günlərini qeyd edirik. Siz gedin Leninin dərdini çəkin. 90 ildir mavzəleydə nəşi çürüyən Leninin dərdini çəkmək istəyirsə, Stalinin yolunu getmək istəyirsə, gedin, görək hara qədər gedə biləcəksiniz. Bugün
hakimiyyətin ətrafında demək olar ki, qalan yoxdur. Mən hər zaman deyirdim ki, xalqla hakimiyyət arasında körpü rolunu oynayan ziyalılar var idi. Ziyalılar çalışırdılar ki, hakimiyyəti xalqdan qorusunlar, xalqı hakimiyyətdən qorusunlar. Yeri gələndə hakimiyyətlə xalq arasında körpü rolunu oynasınlar. Və bizim müasir mübarizə tariximizdə də nümunələr var ki, bəzən hakimiyyətlə müxalifət arasında münasibətlər çox gərginləşəndə həmin ziyalılar qabağa keçib diyaloq təşkil edirdilər, bir anlaşma təşkil etməyə çalışırdılar. Ancaq son illərdə bu hakimiyyətlə xalq arasında uçurum o qədər dərinləşib ki, xalqla hakimiyyətin arasında dayanmaq istəyən ziyalılar, ümumiyyətlə hər bir kəs dəyərdən düşür, etimaddan düşür, hörmətdən düşür. Sonda hətta özü istedadını da itirir. Bugün hakimiyyətin ətrafında kiçik bir azlıq qalıb, o cümlədən ziyalıların kiçik bir azlığı. Ancaq ziyalılar, əsl ziyalılar xalqla bir yerdədir, bizlə bir yerdədirlər. Eşq olsun Azərbaycanın həqiqi ziyalıları. Ziyalılar Forumunun təmsilçiləri arasında danışıqlar yeni mərhələyə daxil olubdur və bu mərhələdə bir çox birgə qərarlar qəbul olunubdur. Bu birgə qərarların müsbət nəticəsini biz tezliklə görəcəyik. Ona görə mən bir daha Azərbaycanın ən görkəmli ziyalılarını Rüstəm İbrahimbəyovu, Rafiq Əliyevi, Cəmil Həsənlini, Ramiz Rövşəni, Əkrəm Əslini, Eldar Namazovu və digər dostlarımızı, hörmətli ziyalılarımızı salamlayıram. Onlara təşəkkür edirəm ki, onlar bugün artıq hakimiyyətlə müxalifət arasında diyaloqun mümkünsüzlüyünü görürlər. Görürlər ki, hakimiyyət buna hazır deyil. Hakimiyyət xalqla diyaloqdan qorxur, müxalifətlə diyaloqdan qorxur. Ona görə də bu ziyalılar özləri artıq xalqın yanındadılar, həqiqətin yanındadılar, bizimlə bir yerdə. Yolumuz qələbə yoludur, biz qalib gələcəyik. İlham Əliyevin hakimiyyəti isə məğlubiyyətə məhkumdur, sıradan çıxmağa məhkumdur və qələbə bizimlə olacaq. Dünya bizimlə bir yerdədir. Dünya azadlıq uğrunda mübarizə aparan xalqlarla bir yerdədir. Həqiqət uğrunda, ədalət uğrunda mübarizə aparan, demokratiya uğrunda mübarizə aparan insanlarla, xalqlarla bir yerdədir. 10 il əvvəl hadisələr yadınızdadır. O zaman dünya ya zəlzələdən, ya vəlvələdən haqsızlığın, ədalətsizliyin, avtoritarizmin, totalitarizmin yanında oldu. Yadınızdadır ki, 2003-cü ildə Heydər Əliyev əməliyyatı nə cür baş verdi? Türkiyənin Gülxanə xəstəxanasından Rusiyanın nəqliyyat təyyarəsi ilə güya ki əməliyyat qurdular, Heydər Əliyevi Amerikaya Cleveland xəstəxanasına apardılar. Belə bir əməliyyat qurdular. Ancaq bugün dünya dəyişibdir. Bugün dünya azadlığı qəbul edir, haqqı, ədaləti qəbul edir və buna görə də bizim qələbəmizi təmin edəcək cəhətlərdən biri də budur ki, bugün dünya da bizimlə bir yerdədir. Mən bütün dünyanın demokratlarını salamlayıram. İnanıram ki, bizim birgə əməkdaşlığımız, birgə səylərimiz Azərbaycanda da, Cənubi Qafqazda da, bütün regionumuzda da sülhün, demokratiyanın, azadlığın qələbəsinə gətirib çıxaracaq. Eşq olsun bu həqiqət yolu ilə gedən insanlara. Bir yerdəyik. Biz xalqımıza haqq, ədalət söyləyirik. Biz bərabərlik, qanun qarşısında bərabərlik söyləyirik. Biz deyirik ki, xalqın seçdiyi, xalqın müəyyənləşdirdiyi hakimiyyət iqtidarda olanda Azərbaycanda iş yerləri kağız üzərində yox, real həyatda mövcud olacaq. Maaşlar indiki kimi gülünç şəkildə olmayacaq. İnsanlarımız qazandığı, aldıqları halal maaşla özlərini, ailələrini yaxşı səviyyədə yaşada biləcəklər. Səhiyyə, təhsil, hakimiyyətin bu bərbad vəziyyətə saldığı kimi olmayacaq. Azərbaycanda həqiqi yüksək səviyyəli təhsil olacaq, yüksək səviyyəli səhiyyə olacaq. Gənclərimiz üçün hər cür inkişafa imkan yaradılacaq. Mülkiyyətin toxunulmazlığı təmin olunacaq. Bugün hakimiyyət o qədər görməmiş bir siyasət yeridir ki, öz ətrafındakı milyonerlərin, zəngin insanların, milyonların da əlindən alır. Kasıbın axırıncı daxmasına da göz yumur, onların əlindən alır bu daxmaları. Biz bu mülkiyyət qovqalarını müşahidə edirik. Şəhərin mərkəzində də, Sultəpədə də, başqa məkanlarda da. Azərbaycan gəncliyi bizimlə bir yerdədir. Müstəqillik dövründə anadan olmuş, o dövrdə təhsil almış, o dövrdə yetişmiş, yeni, savadlı, prinsipial, vətənpərvər, millətini, xalqını, insanını sevən gənclər xalqla bir yerdədir, demokratik qüvvələrlə bir yerdədir, ictimai palata ilə bir yerdədir. Gəncliyin bizlə bir yerdə olması bizim qələbəmizin təminatıdır. Eşq olsun qəhrəman, fədakar Azərbaycan gənclərinə, eşq olsun sizlərə. Heç bir yerində belə bir ideologiya olmayıb. Ancaq bu Əliyev rejimi üçün hakim ideologiya görməmişlikdir. Və bu görməmiş siyasətləri ilə
bu hakimiyyət bütün xalqı öz əleyhinə qaldırıb. Bugün Azərbaycanda bu hakimiyyətin qalmasını istəyən demək olar ki, heç kim qalmayıbdır. Bütün xalq dəyişiklik istəyir, bütün xalq vəziyyətin dəyişməsini istəyir və bizim mitinqlərində, hərəkatında gücünün gündən-günə artdığını sübut edən bu gerçəklik nəticədə bizim xalqın qələbəsinə çıxaracaq. Mən bu qələbəyə inanıram. Mən sizləri gördükcə, sizlərin çoxsaylı olmasını, coşqulu olmağınızı, sizin inamınızı görüb qələbəyə inamım daha da artır. Mən inanıram ki, biz birgə mübarizəmizlə biz Azərbaycanda haqqın, ədalətin, həqiqətin, demokratiyanın, azadlığın qələbəsinə nail ola biləcəyik. Bu mübarizədə sizlərə uğurlar arzulayıram. Qələbə bizimlədir, eşq olsun sizlərə. Tanrı sizləri qorusun, Tanrı Azərbaycanımızı qorusun. Əliyevin öz siyasi fəaliyyətini başladığı və bugün bizə layiq bildiyi bu meydanda hamınızı alqışlayıram. Biz vətənimizin hər qarışını özümüzə layiq bilirik. Biz burada yaşayan 10 minlərlə insanı, onların yanında olmağı özümüzə layiq bilirik. Çünki bu bizik, Azərbaycan vətəndaşlarıyıq, Azərbaycanlılarıq. Amma hətta bu meydanı bizə layiq bilənlər az qala bu meydanın ətrafında bugün blokada qurublar. Bizim hər birimiz bu blokadanı yara-yara gəlmişik. Hər birimiz o çətinliklərdən keçmişik. Yaxşı, bəs necə oldu ki, dünyaya meydan oxuyanlar adi bir mitingdən bu qədər qorxurlar? Hansı güclə, hansı iradə ilə siz dünyaya meydan oxuyursunuz? Adama bu sualı verərlər. Əziz həmvətənlərim, bugün baxın burada gənc nəslin nə qədər təmsilçiləri var. Rəsmi təbliğat çalışır bizim hamımızı bir növ keçmişin qalığı kimi təqdim eləsin. Amma bugün bu meydanda iştirak eləyənlərin, mitingə gələnlərin önəmli bir hissəsi bugünkü Azərbaycan gəncliyidir. Mən gənclərimizi salamlayıram. Bir şeyi hamımız bilməliyik. Bugünkü hakimiyyət, bugünkü rejim bu Azərbaycanın gələcəyi deyil, bu heç bugünü də deyil, bu artıq keçmişidir. İlham Əliyev bu meydanı nəzərdə tutaraq deyirdi ki, müxalifətə yaraşan, bizlərə yaraşan yer budur. Mən sizdən soruşuram, bu meydanda olan kimlərdir? Xalqdır və dünyada elə bir dövlət başçısı varmı ki, öz xalqına bu qədər nifrət etsin, onu bu qədər aşağılayıb? Sənə yaraşan istefadır. Bir ağızdan istefa! İstefa! Müxalifətə olan kinini, hiccəsini dilinə gətirir. Belə çıxır ki, Qarabağ veteranına 27 manat verməklə, Azərbaycan təqaüdçüsünə 90 manat, 80 manat verməklə, müəlliminə 150 manat, həkimə 200 manat verməklə demək istəyir ki, ay xalq, sizə yaraşan bu səfalətdir, bu kasıbçılıqdır. Görə bu xalqa nifrət edirlər ki, ona ən pis olanı rəva görürlər ki, çünki bilirlər ki, bu xalq heç zaman onlara səs verməyib, bu xalqdan mandat almayıblar. Ona görə o kinin, o nifrəti bax bu şəkildə ifadə edirlər. Baxın, bunlar bizə şəhərdən kənarda meydan verməklə, niyə bizə bu uzaq məsafəni göstərirlər? Ona görə ki, təlaşlıdırlar, süqut edəcəklərini hiss edirlər və bu izdihamın xofundan özlərini qorumağa çalışırlar. Ancaq İlham Əliyev və onun ətrafındakı məmurlar duysunlar ki, gün gələcək, Azərbaycanın hər yeri bax belə meydana çevriləcəkdir. O zaman insanları bir meydana göndərmək mümkün olmayana toplaşmağımız sadəcə olaraq siyasi mübarizə deyil. Bu haqqın şərə qarşı dirənişidir. Bu haqqın şərə qarşı mübarizəsidir. Və kimsə sırasını gözləməsin. Əgər meydanlara çıxmayacaqsa, hər kəs bu şərdən öz nəsibini alacaq. Və biz sizləri daim faal olmağa, faal mübarizəyə çağırırıq. Bu meydanda 10 mindən artıq insan var. Baxın, hər biriniz bir çevrədən, bir insan dairəsindən gəlirsiniz. Geri qaydandan sonra bu meydanın mübarizə ruhunu, bu meydanın etirazlarını aparın və biz bu mitinglər vasitəsilə
Azərbaycan xalqını bu şərin üstünə yerdəcəyik. Azərbaycanda demokratiyanın təntənəsinə nail olacaq. Eşq olsun sizlərə. 890-cı illərdən danışıram mən. Benim kimi minlərlə qadın, sizin kimi milyonlarla cavan, siləmizi verib tankın, Urus tankının qabağına azadlıq meydanı almışdıq ki, böyüm burada biz bu daşlı qayəli yoldan gəlməyək, azadlıq meydanında sözümüzü deyək. Böyüm həmin meydanımızın əlimizdən hansı haddilə, hansı hüquqla alıblar? 12-ci ildir, 2012 il Azərbaycanın bu yerlərin, kətlərin, dəniz qıraqların niyə çəpərləmirdilər? Belə bir oğullar yoxdur. Bunlar fərasətli çıxıb belə. İstefanı sonra deyirsiniz, vaxt yoxdur. Bundan qabaq, bir neçə vaxt bundan qabaq, bir qəssəbdən bir dana qaçmışdı. O televizora baxdım mən. Hamısını demirəm. Ədə, siz bir dananı tuta bilmədinizsə, Qarabağ torpağını nətər alasınız? Axı siz bilmirsiniz, biz kəndəlim, niyə yerdə qalan rayonların hərəsi bir öz götürmüsünüz? Müəllimlər müqəddəs bir şeydir. Hamımız elə bilirdik, səcd eləyirdik. Mən indi bu yaşımda da müəllimə səcd eləyirəm. Amma hamısına yox. Amma onlara yaltaqlıq eləyənlərə yox. Amma kişi kimi sözün deyənlərə. Müəllimi o dərəcəyə çatdırıblar ki, əlin tutur uşaqlara dilənir. Ar olsun sizə. Rəhbər valideyn deməkdir. Valideyn özü yeyib uşağını ar saxlayır. Bunlar bütün Azərbaycanın sərvətini yeyib, bu gözə görükənin hamısını ac qoyub. Deyirlər park tikirik. O parka cibində bir köpü yoxdur, nə ilə gəlsin otursun? Parka uşağın çıxardanda deyir, ay dədava, gəydib nə bişirəcəm? Bu park mənim nəyimə lazımdır? Hamısının boğazı qurudu. Axırda prokuror dedi ki, yox, Şuşa sınıb. Cəhdə sizə 1000 kvadrat bax, bu əhali pul yıxsın versin. Əgər Şuşa sınmaqdan ötürün, o cür oğlanlar, adların bir saya bilmirəm o məhbusların, o cür oğlanlar içəri salınıb. Bir belə xalqın, bir belə deyil, 100 belə, 1000 belədir, çoxu qorxur gəlmir, çoxun yolun kəsirsiniz. Əgər onlar 3 il, 5 il türməyə girirsə, insanların mənəviyyətini öldürmüsünüz, sındırmısınız. Sizə neçə il iş düşür? Neçə il iş düşür sizə? Siz ömürlük türmədə olmalısınız. Gələcək, sürüb bitəcək! Mustafa gələcək, sürüb bitəcək! Mən hamısını salamlayıram, əziz bacı və qardaşlarım, hörmətli ağsaqqallar və istəkli gənclər. Mən bugün bu meydana gəlmək istəyən, bu hakimiyyətin törətdiyi maliyyətçilərə görə bura gələ bilməyən minlərlə Azərbaycan insanını salamlayıram, minlərlə ürəyi bizdən döynən insanları salamlayıram, eşq olsun deyirəm. Mən bu meydandan vicdan məhbusları olan Arif Hacılını və digər vicdan məhbuslarının hamısını salamlayıram və bir daha onların diqqətinə və hakimiyyətin diqqətinə çatdırıram ki, növbəti mitingdə Arif Hacılı da, Turan Abbaslı da və digərləri də hamı bu meydanda olacaq. Qarşısında xaricdə mühacir həyatı yaşayan
İsa Sadıqov zəng eləyib və bizlə bərabər olduğunu bildirib. Eyni zamanda bu tədbirlərin xarici ölkələrə də keçirdiyini bizim diqqətimizə çatdırır. Eşq olsun İsa Sadıqova, eşq olsun xaricdə bizi dəstəkləyən insanlarımıza. Hüququ olmayan bir dövlətdə yaşayırıq, deyirlər bizə. Analoqsuzluğumuz bizim təhsilimizin olmamasındadır. Analoqsuzluğumuz bizim səhiyyənin olmamasındadır. Bir icra başçısı mavini göstərin ki, Azərbaycanda kör bağırsağını əməliyyat elətdirsin. Öskürərkən üzlərini xaricə döndərirlər. Çünki böyüklərindən belə görüblər. Böyükləri də tərs nəfəs alanda xaricə, Türkiyəyə, Amerika xəstəxanalarına gedirdilər. Azərbaycan korrupsiyaya görə dünyanın analogu olmayan ölkəsidir, bəli. Rüşvətə görə analogu olmayan ölkəsidir, bəli. İnsan haqlarının tapdalanmasına görə analogu olmayan dövlətdir. Aziz yurttaşlarım, sevgili həmyaşıdlarım, biz 3-cü dəfədir ki, bu meydanda görüşərək öz qətnaməmizdəki tələblərimizi, istəklərimizi səsləndiririk. Bizim tələblərimiz, bizim istəklərimiz sadədir, nəcibdir. Azərbaycan xalqının, Azərbaycan gəncinin tələbləri ilə, istəkləri ilə, mənafe ilə üst-üstə düşür. Ancaq hər dəfə bu yaramaz adamlar, bu qeyri-ciddi adamlar bizim istəklərimizi bir məmur kimi müzakirə etməkdənsə bizim sayımıza baxırlar. Çünki bunlar öyrəniblər Azərbaycan xalqından oğurladıkları pulu saymağa. Onlar öyrəşiblər bu saymağa. Meydanda ona görə varıq ki, Azərbaycan gənci indiki kimi yaşamamalıdır. Azərbaycan gənci bu zülmə məruz qalmamalıdır. Bu əziyyətləri çəkməməlidir. Ancaq Azərbaycan hakimiyyəti illərdir bu ölkənin böyük bir çoxluğunu təşkil edən gəncliyi zülümlərə, əzablara düçar edir. İşsizlik üzbatından ölkəni tərk edəndə bunlar yalanla 1 milyonluq iş yerindən danışdılar. Bu ölkənin gəncliyi xoşbəxt ölkələrin azad gəncləri kimi normal təhsil ala bilməyəndə Azərbaycanda hər il bizim tələbə dostlarımızın ali məktəblərə qəbulu yarıbayar aşağı düşdü. Bunlar burada bayraq ucaldıb, onun ateşfəşanlığını qeyd edəndə bizim əskər qardaşlarımız düşmən gülləsinin qurbanı oldu. Bunlar öz bayramlarından qalmadı. Azərbaycan gəncliyinə bunlar bunu uyğun bildilər. Bunu gördülər Azərbaycan gəncliyinə. 18 yaşından aşağı olanları buraxmırlar. Nədən? Bəs nədən bu ölkənin qanunları hər yerdə hamıya şamil olunmur? Niyə bizim küçələrimizdə 14-15 yaşlı gələcək Azərbaycan vətəndaşları maşınların şüşələrini silir? Niyə Azərbaycanın o az yaşlıları bazarlarda qəpik quruş qazanmaqla valideynlərini dolandırır? Nədən bu qanunlar hamıya şamil olunmur? Mən ikinci müraciəti səsləndirmək istəyirəm bu ölkənin 30-35%-ni təşkil edən gəncliyə. Bəsdir ki, evlərinizdə sakit durdunuz. Bəsdir bu mübarizədən qıraqda qaldınız. Sizin adınıza bu ölkədə gənclər proqramları tətbiq olunur. Amma bizə dəxli olmur, sizə onun heç bir dəxli olmur. Hər tərəfdə gəncliyin adına evlər tikilir, gənclər şəhərciyi tikilir, gənclərə ipotek adında pul ayrılır. Amma biz o evləri nəinki almaq, heç onun yanından belə ötüb keçə bilmirik. O zaman biz susmalıyıq mı? Gələcək gözəl olmalıdır. O gözəl gələcəyə sahib çıxmalıyıq. Eşq olsun sizə. Həmvətənlərim, mən kasıb bir qadınam. Mən ağ saçlı ananın başına öz damını yıxdılar. 3 ton kərpiç, nə bilim kubik. Allah onlara nəhlət eyləsin. Mən Rızayeva Şirin Vacı İbrahim qızı, Nəsimi rayon, Mirzağa Əlif küçəsi, Mənzil 2-də yaşayan sakinəm.
mənə hələ yaxınlaşıb deməyiblər ki, sən nə qədər verim, nə qədər neyim, səni bu evi sat. Mən öz evi satmaq fikrində deyiləm. Mən işğalçı, korrupsioner, belə quldur, terrorçu dövlətə ev satmıram. Çünki mənim evim şəhərdədir, köhnədir, hər nədir mənimdir. Mən 1 il 2 aydır ki, Bakı şəhəri belə Meri Abutalovla müharibədəyəm. Onun terrorçu, işğalçı dəstəsi ilə insani hüququm pozulur. Mənim analıq hüququm pozulur. Mənim qadınlıq hüququm pozulur. Mən onları o gözəl olan Allah'a həvalə edirəm. Çünki nə eləsə Allah eylər, az eylər, gözəl eylər. Mən kiməm ki? Axırınız çatıbdır, bəli. Evi söküləndə mənim oğlum İlqar Rzayev Süleyman Neymətov tərəfindən qəddarcasına manyak kimi döyüldü. Mən onu verdim Nəsimi rayon prokurorluğuna. Hiçbir şey tədbir görülmədi. Bu bir. İkinci, mənim evimi 3 dəfə yandırmaq istədilər. 4, mənim evimə 3-cü mərtəbədən işçilərini, belə xalqın düşmənlərini, xalqımızın şərəfsiz balalarını öyrətdilər. Mənim həyətimə 19-u, 29-u nə qədər fevralın daşqalaq elədilər. Qaldım məruz. Mənim gəlim Rızayeva Gülnar 5 həftəlik hamiləliyini itirdi qorxudan. Onlar həya eləmədilər. Öz xalqına düşmənsən. Ay kişi, sən ölərsən, Allaha necə can verərsən? Səni heç bir qəbristanlıq götürməz. Sən ancaq Rusiyanın kanalizasiyasına layiqsən. Ey xalq düşməni, Abutalov Azərbaycan xalqının üz qarasıdır. Qara sayfaya düşüb. O şərəfsizdir. Deyir, mən sizə 1500 manatdan verirəm pulunuzu. Mən bilmirəm, mənim evimdən onun nəyinə lazımdır? Milyonlara sahib olan İlham Əliyev mənim evimdən xeyri götürməsə, demək deyilənlər düzdür də. 20 minə satıb bir Zəqalib Şəmsi bədbədinin metrəsi evi vermirəm ona. Ey korrupsioner, ey işğalçı, rədd ol ey diktator, rədd ol ölkəmizdən. Azərbaycan prezidentinin sərahəti çatmır, mülkiyyət haqqında qərar versin, onun pulun məqləbini desin. 8 yaşım var, bircə evim var, onu da mənim əlimdən almaq istəyirsən. Ey İlham Əliyev, mən sənə demək istəyirəm ki, artıq sənin vaxtın çatıb, ey diktator, ey insanlara, xalqımızın düşməni, rədd ol ölkəmizdən, rədd ol. Mən istəsəm milyona sataram evimi, sənin haqqın yoxdur ona qiymət qoymağa, rədd ol ölkəmizdən. Ben bir şey demək istəyirəm ki, dünyanın heç bir yerində belə bir məsələ yoxdur ki, özünü güllələyən əskər özünü güllələyir, amma müdafiə naziri hələ yerindədir. Mən buradan istəyirəm bütün gənclər çağırış eləsinlər. Ar olsun Səfər Əbiyevə. Ateşkəs olan bir ölkədə vətəndaş əskər özünü güllələyir. Ar olsun İlham Əliyevə. Moldova Respublikasında istiqlala imza atan, istiqlala səs verən millət vəkillərinə istiqlal ordeni verildi. İstiqlal ordeni milli qəhrəman statusundan eynidir. Amma bizim ölkədə istiqlalımıza səs verən Arif Hacılı həbsdədir. Ar olsun bu hakimiyyətə. Bugün insanların haqlarını müdafiə edən Oktay Gülalıyev həbsdədir. Ömründə ağzından söyüş eşidilməyən bu insanı ünvansız söyüşlə cinayətə məsuliyyətlə cəlb eləyiblər. Biz ünvanını mı söyüş eləyək? Biz söyüş adamı deyilik. Biz küçü adamı deyilik. Biz haqqımızı haqla müdafiə eləməyi bacaran insanlarıq. Bugün Azərbaycan qadını ləyaqətsizliyə sürüklənmək üzrədir.
Eşq olsun. Eşq olsun haqqını, Azərbaycan qadının adını ləyaqətlə ucaldan. Eşq olsun öz haqqına, öz cəsarətinə sahib xanıma. Eşq olsun ki bizim sözümüzü onlara çatdıra bilir. Bəstə olan 14 vicdan məhbusunun arxasındadır. Bu cəmiyyət onlarla vicdan məhbuslarının, siyasi məhbusların arxasındadır. Bugün dünyanın heç bir yerində hüquq müdafiəçiləri həbsdə deyil. Bizim 4 hüquq müdafiəçimiz həbsdədir. Vidadi bəy bugün həbsdədir. Vidadi bəyin qardaşı bugün həbsdədir. Bugün insanlara terror eləyirlər. Sabirabadda haqqını istəyən, sel daşqınlarından əziyyət çəkən insanlar ki haqqını istəyir. Qardaş, bu millət neft qoxusu eləməkdən, qodət qoxusundan bezib. Bu millət neftdən gələn gəlirini istəyir. Haqqını istəyir. Verin millətin haqqını. Kanadada Heydər Əliyevin və onun gəlininin heykəli var. O heykelin aradan kaldırılması için Kanada hakimiyetine, Kanada hükümetine müracaatlar olunur. Ben sizin adınızdan o dostlarımıza, o kardeşlerimize teşekkür ediyorum. Demokratik bir ülkede diktatörün heykeli olabilmez. O heykeller Azerbaycan halkının pulu hesabına koyulur. Dostlar, salam hanımlar ve beyler. Ben Gənclərin Hüquqlarının Müdafiə Komitesi adından, Müsavat Gənclər Təşkilatı adından her birinizi salamlayıram, her birinize hoş gördük deyirəm. Ve salamlarımı Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı'nın adından, Əhəd Məmmədlinin adından, Rüfət Hacıbəylinin adından, Ülvi Quliyevin adından, Bəxtiyar Hacıyevin adından, Elnur Məcildinin adından her birinizi salamlayıram. Başta Azerbaycan'ın müstakilliyine imza atmış Arif Hazılı'nın ve diğer siyasi məhbuslarımız Sahib Kərimovun, Məhəmməd Məcidinin ve diğerlerinin azadlığı uğrunda biz bir yerde azadlık deyirik. Larımızı günahsız yere hapse atan İlham Əliyevə ve Ramiz Mehdiye ve Gənclərin müracaatını çatdırırıq. Açın gözlerinizi. Dünyada diktatörlerden yok, halkını aşağılayanlardan yok, halkını sevenlerden, halkını hürmet eyləyən ülke başlarından numune götürün. Biz sizi başa düşürük. Siz ona göre gözünüzü açmırsınız ki siz korkaksınız. Korkaklar üstüne hedef gelende gözlerini yumup gayri-ihtiyari hareketler edirler. Bugün sizin bu mitinge gelenlere mani olmağla ve diğer bu meselelerle ülkede azat toplaşma hüququ var deyip ülkede serbest toplaşma azadlığından istifade etmek isteyenlerin, insanların buraya gelmesine mani olmakla cılızlığınızı gösterirsiniz. Ama bilin, gözünüzü açın, ülkede azadlıkları biz mütləq alacağıq. Yaxşı olar ki, gələcəkdə ailenizin ve evladlarınızın da azadlığını biz verəcəyimizi dərk edəsiniz ve bizim hapiste olan dostlarımızı azad edəsiniz. Biz İlham Əliyevin ürək ağrısıyla yağlı yemeklere bakmasına yok. Biz insanların evsiz eşisiz koyulmasına ürək ağrısıyla bakırıq. İlham Əliyev, sen ürək ağrısıyla mətbəx verişlerine bakma. Senin ülkende başçılık elediğin vatandaşlar sürünerek çöle atılır. Senin ülkende iktisadi inkişaf var dediğin ülkede biabırçılıklar, yoksullar hasarın arkasında saklanılır. Azerbaycan'ın bütün yollarının qıraqlarına hasar çəkirsən ki, Eurovision'da Azerbaycan'a gelecek 2000'e yakın mətbuat işçisi ve turistler senin kasıb dilənçi halkını görmesin. Bu çıkış yolu değil İlham Əliyev. 8 Aprel mitingi öz hedefine çatıp artık hakimiyet korku, telaş içindedir. Fövqəladə müşavirələr, yol kəsmələr, avtobus marşrutlarının qarşısını almaq, rayonlardan gelenlerin qarşısını almaq, əslində razılıq verilmiş mitingə bu qədər maniyeler yaratmaq, onun birbaşa etrafıdır ki, artıq bu hökumət bu xalqdan qorxur. Bizi heç bir devlet organı, heç bir vəzifəli şəxs eşitmir. Ona göre de ayrı ayrılıqda eşidilmeyen insanlar bir yere toplaşmağa,
birlikdə problemlərini səsləndirməyə məhkumdular. Bizim öz problemlərimizi artıq 10 minlərin dili ilə, 100 minlərin dili ilə tələb eləmək vaxtımız gəlib çatıb. Biz hamımız birlikdə məhbus dostlarımıza, məhbus Azərbaycanımıza azadlıq tələb eləyək. Məğlub olan avtoritar liderlər sonda belə eləyirlər. Sonda öz xalqlarına həqarət eləyirlər. Sonda xalqlarını hədəliyirlər və anlamadan uçuruma gedirlər və uçuruma gedərək məğlub olurlar. İlham Əliyev də məğlub olacaq. Əslində siz böyük fədakarlıq eləyərək, bəziləriniz piyada, bəziləriniz taksi ilə bu meydana gəlmişsiniz. Faktiki siz icazəsiz mitingə gələn kimi gəlmişsiniz və sübut eləmişsiniz ki, artıq Azərbaycanda yeni bir mərhələ başlayıb. Bu yeni mərhələni səciyyələndirən cəhətlər Azərbaycan gəncliyinin bu prosesdə fəal iştirakıdır. Bu yeni mərhələni səciyyələndirən cəhət Azərbaycan ziyalılarının ana müxalifətə verdiyi dəstək, ana müxalifətlə ictimai palata ilə birgə hərəkət etməsidir. Bugün dünyada 150'ye qədər demokratik ya da yarım demokratik ölkə var. Onların yalnız 10-15'i öz xalqlarının səyi ilə, mübarizəsi ilə demokratiyanı bərqərar eləyib. Qalan xalqlara dünya kömək eləyib. Amma siz bizim xalqımızın bəxtinə baxın ki, Azərbaycan xalqı 2 dəfə 1918-ci ildə və 1992-ci ildə azad olan kimi öz daxili gücü ilə demokratiyanı qurub, öz daxili gücü ilə qurduğu demokratiyanı xarici qüvvələrin səyi ilə məğlub eləyiblər. Ona görə də mən deyirəm ki, bu dəfə artıq dünya dəyişir. Artıq irticaya xaricdən dəstək olmayacaq. Azərbaycan xalqının bir də toparlanması demokratiyanın qələbəsi ilə nəticələnəcək. Azərbaycan xalqı, bizim atalarımız 3'dən deyib, 2 dəfə demokratiyanı qurduq, 3-cü dəfə də quracağıq. Davamlı olacaq. Biz dostlarımızın həbsdən azad olunmağını tələb eləyirik. Biz yeni parlament seçkilərinin keçirilməsini tələb eləyirik. Biz ölkədə köklü dəyişikliklər tələb eləyirik. Biz demokratik yolla inkişaf tələb eləyirik. Əgər addım-addım sivil yolla Azərbaycana demokratiya gətirmək istəklərimizi başa düşməsə, o zaman artıq Qubanın nümunəsində Azərbaycan xalqı bir nümunə yaradıb. Artıq bizim hamımızın başımızın üstündə daha böyük bir qüvvə var. Göydə Allah, yerdə Azərbaycan xalqı el eləməsinlər ki, bütün Azərbaycan Quba olmasın. O gün uzaqda deyil. Əgər bu xalqı eşitməsələr, əgər bu xalqın hüququnu verməsələr, bütün Azərbaycan Quba kimi ayağa qalxacaq, azadlıq tələb eləyəcək. Eşq olsun bu millətə, eşq olsun sizlərə. Sağ olun. Aprel mitinginin demokratikləşmə, köklü dəyişikliklər, islahatlar çağırışı müdafiə olunsun və onların yerinə yetirilməsi istiqamətində mübarizə davam etdirilsin. 2. Azərbaycanda bütün siyasi və vicdan məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsi, Quba hadisələrinə, hicab məsələsinə, Kürd aşqınlarından əziyyət çəkənlərin işinə, Sultepe sakinlərinə və kütləvi informasiya vasitələrinə qarşı repressiyaların dayandırılması tələb edilsin. 3. Ölkədə söz və ifadə, sərbəst toplaşma və siyasi fəaliyyət azadlığının təmin edilməsi, bütün yaşayış məntəqələrində və Bakı şəhərində yürüyüş və mitinglərə qoyulan qanunsuz qadağalar və məhdudiyyətlər ləğv edilsin. Siyasi partiyaların maliyyələşməsindəki insarçılıq və ədalətsizlik pislənilsin. 4. Köklü demokratik islahatların həyata keçirilməsi, o cümlədən 2012-ci ildə yeni, azad, ədalətli parlament seçkilərinin keçirilməsi zəruri sayılsın. 5. Pensiyaların, müəllimlərin, tələbələrin, həkimlərin əmək haqqı və təqaüdlərinin 2 dəfə artırılması, neft pullarından vətəndaşlara birbaşa pay ayrılması təmin edilsin. Təhsil haqlarının aşağı salınması və dövlət təhsil müəssisələrində tədris haqqının ləğv edilməsi həyata keçirilsin. 6.
korrupsiya və rüşvətxorluğa qarşı real mübarizə aparılması, dövlətdən və xalqdan uğurlanan sərvətlərin qaytarılması istiqamətində tədbirlər görülsün. Cinayətkar monopolizmə, bağlığa son qoyulsun. 7. Vətəndaşların mülkiyyət hüquqlarının qorunması, indiyə qədər hüquqları taplanmış mülkiyyətçilərə ədalətli kompensasiya ödənilməsi, əmanətlərin birdən-birə qaytarılması, birə-bir qaytarılması, Kürd aşqınlarından və Sultəpədəki söküntü işindən zərər çəkmiş şəxslərə ədalətli ödəniş verilməsi təmin edilsin. 8. Demokratik qüvvələr, siyasi müxalifət və ziyalıların mövcud avtoritar rejimə qarşı mübarizədə birləşməsinə nail olunsun. 9. Qarabağın azad edilməsi uğrunda ümummilli platforma işlənib hazırlansın və ərazi bütövlüyümüz təmin edilsin. 10. Göstərilən bu tələblərlə növbəti kütləvi aksiya mayın 6-sına təyin edilsin.